Qalan nəticələr bugünkü pasientimizin bir yaş bir aylıqdır. Sünnətə gəlmişik, müayinə etdik. Məlum oldu ki, sünnətin batıq formadadır. Yəni sünnət içəri qaçıb penisdə. Bu uşaqlarda standart sünnət etmək olmaz. Üstü bir əməliyyatla həm sünnət kimi çıxarılmalıdır, uşaq bilməli. Həm də sünnəti ona uyğun edilməlidir. Ben yapımları göstererek burada kesit edeyim. Görürsünüz sünnetin dərisini ise qırışdaşır. Bu ona görədir ki, qırışdaşma. İçində penis içəri qaçır, yəni boşdur. Bu dəri boşdur. Sünnət olandan sonra knopka kimi içəridə bir görsənir sünnəti. Onun üçün də əməliyyat etmək lazımdır. Bunun içəri qaçmasının səbəbi burada bağ aparatı olur ki, sünnəti içində saxlayan. Bu həmin o bağ olmadığı üçün sünnət içəri qaçır. İndi xüsusi əməliyyatla həm bağı fiksasiya edəcək, sünnət olaraq qalacaq və sünnəti bizə edəcək. Və penisin dərisi sərbəstləşdirildi. Baxın görürsünüz, orqanlar sərbəstləşdirildi. Və penisin dibində bağ olur, həmin bağ taxıldı. Bu bağ penisin kökünə birləşmir deyə sünnət içəridə qalır. Yəni bu bağ penisin dibinə tikiləcək, öndən və arxadan. Penis səsində arxasında penis içəri qaçır. Yani penisin kısasını ettik. Bu hadiseden göstererek ve yapmanızı çekildim. Burada bir neçə tikişdən penisi fiksasiya etdik. Və bıraxan da bunu boşaltdığını. O penis içəri qaçmır. Sərbəst qalır. Alt sıranda fiksasiya edəcək. Sonra da sünnətin dərisini plastikasını edəcək. Teşekkür ederim.